Bir xəbəri də təqdim edim. Digər müstəvidə partiya daxili seçkilərdən sonra Ermənistanın Hakim Vətəndaş Müqaviləsi partiyasında vəziyyətin sakit olmadığı iddia edilir. Ermənistanın Hraparak nəşrinin belə bir iddiası var. Nəşrə görə fraksiyada bəzi şəxslərin partiya daxili seçkidə topladığı səslərlə bağlı gizli narazılıq var və əsaslı şübhələr mövcuddur ki, partiya namizədləri qərara tabi olmayıb, gizli təbliğat aparıblar, seçici nümayəndələri yönləndiriblər. Nəticədə isə bəziləri izah olunmaz dərəcədə yüksək, bəziləri isə aşağı səs toplayıb və bizə bildirilib ki, bəzi deputatlar səs vermənin nəticələrini müzakirə etmək və saxtakarlıqları üzə çıxarmaq üçün Nikol Paşinyanla görüş tələb edirlər. Ola bilsin ki, məsələ qarşıdakı Cuma axşamı partiyanın təşəbbüsü iclasında müzakirə olunsun deyə xəbərdə deyilir. Vətəndaş Müqaviləsi partiyası daxilində belə təzadlı nüanslar varsa, bu seçkidə müəyyən fərqli nəticəyə gətirib çıxara bilərmi? Milli Məclisin üzvü Azər Allahverənov hazırda bizimlə bağlantıdadır. Azər bəy, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir, Çınarı xanım, hər vaxtınız xeyir. Azər bəy, elə istəyərdim ki, Hraparak nəşrinin iddiasından danışaq. Vətəndaş Müqaviləsi partiyasında vəziyyətin stabil olmadığı iddia edilir. Əgər doğrudan da bu qeyri-müəyyənlik və narazılıq varsa, bu seçki prosesinə necə təsir göstərər, iyunda keçiriləcək? Çınarı xanım, bu əslində onu göstərir ki, faktiki olaraq Vətəndaş Müqaviləsi partiyasında yəni ilk baxışdan, bəlkə də ilk görünüşdən bir monolitlik hiss olunmaqdadır. Amma real olaraq o monolitlik elə də bu şərtidir. Nə üçün? Çünki biz çox gözəl başa düşməliyik ki, faktiki olaraq elə Vətəndaş Müqaviləsi partiyasının özündə də müəyyən dairələrə bağlı olan insanlar var. Hətta mənim yadıma düşür ki, zamanında elə o Vaşinqton razılaşmaları əldə olunduqdan dərhal sonra konkret olaraq avqustun 8-dən sonra baxmayaraq ki, çox lakin sənədlər imzalanmışdı, sülh sənədi paraflanmışdı. Amma elə həmin o Vətəndaş Müqaviləsi partiyasına daxil olan şəxslər, xüsusilə də hətta yuxarı eşalonda təmsil olunanlar sonraki mərhələdə avqust ayında bu məşhur onlarda bir qeyri-formal hərbi birləşmə var, VOMA. VOMA-nın düşərgəsinin açılışında, bağlanışında iştirak elədilər. Hətta bundan da başqa onlar separatçıların bu qondarma rejiminin simvolikasından da belə həmin deməli düşərgələrin paradında, keçidində istifadə elədilər, nümayiş elədilər. Bu da nəticə etibarilə sual yaratdı ki, əgər Vətəndaş Müqaviləsi partiyasının sədri Nikol Paşinyandırsa və onun xətti də bəllidir, onun atdığı sənədlər də, imza atdığı sənədlər də göz qabağındadır və tamamilə yeni bir proses başlayır və bu sülh prosesidir. Sülh Azərbaycanla münasibətlərin normallaşdırılmasına nəzərdə tutan bir prosesdir. Bəs nə üçün həmin Vətəndaş Müqaviləsi partiyasına üzv olan şəxslər arasında faktiki olaraq Nikol Paşinyanın xəttinə, siyasi xəttinə zidd bir siyasət yürütməkdədirlər? Nəinki hansısa bir tədbirdə iştirak edir, hətta o VOMA düşərgəsinin təşkil olunmasına birbaşa olaraq maliyyə buraxan və bütövlükdə onların nəzarətində olan biz formal, qeyri-formal hərbi birləşmədən danışırıq. Yəni bu adicə bir nüans idi, amma bu çox ciddi siqnaldır və bu ciddi siqnal onu göstərir ki, Vətəndaş Müqaviləsi partiyasının daxilində gedən proseslər heç də belə ümumi baxışda monolit görsənməyə bilər, amma orada biz nəticə etibarilə müəyyən dairələrə bağlı olan qüvvələrin hərəkətə gəldiyini də təxmin edə bilərik. İndi seçki qabağı bir prosesdir. Siz çox gözəl bilirsiniz ki, və səhv eləmirəmsə sizin efirdə də bu barədə danışmışıq. Bir neçə şəxs ətrafında bugün çox ciddi siyasi proseslər baş verməkdədir. Bu Gagik Tsurikandır, bu Samvel Karapetyandır və Robert Koçaryandır. Üçü də hara bağlı olduğu bəllidir. Bunlar ayrı-ayrı düşərgə şəklində fəaliyyət göstərirlər. Üçü də müxalifətdə təmsil olunur, amma misal üçün onların arasında xüsusilə də maddi cəhətdən, yəni maliyyə qaynaqları ilə bağlı olan şəxslər məhz Vətəndaş Müqaviləsi partiyasında da var. Misal üçün Gagik Tsurikanla Samvel Karapetyan real olaraq Rusiyada böyük biznesləri olan şəxslərdir və onların da Vətəndaş Müqaviləsi partiyası üzvləri arasında biznes maraqları üzərində köklənən bir işbirliyi olan şəxslər də var və indi bu ilk baxışdan
hansısa bir siyasi bir müstəvidə özünü büruzə verməsə də belə, amma deyək alt laylarda biznes strukturlar arasında təmaslar faktiki olaraq sonraki mərhələdə proyeksiya oluna bilər məhz siyasi mübarizə müstəvisinə və nəticə etibarilə yeri gəlmişkən onu da deyim sizə ki, biz onu da gördük ki, real faktiki Ermənistana neft məhsullarının göndərilməsi, indi yanacağın, dizelin və digər məsələlər, o müəyyən həmin o biznes dairələr var idi ki, Rusiyanın müəyyən enerji qaynaqları ilə çox sıx bağlıydılar və onların faktiki əlaqələrinin zəiflədilməsinə hesablanmış bir proses idi ki, Nikol Paşinyan bu məsələdə müəyyən uğur qazanmış oldu. Görünən odur ki, bunlar tamamilə başqa bir rıçaqları işə salırlar və bu rıçaqlar bilavasitə partiya daxilində narazılığı artırmaq və həmin o narazı olan zümrənin müxalifətə keçidi baş verməsə də belə müəyyən mənada həmin o dediyimiz biznes dairələri ilə bir növ işbirliyinə daxil olmasına şərait yaratmaqdır. Çox böyük ehtimalla burada kənardan müəyyən rıçaqların işə salındığını biz təxmin edə bilərik ki, siz qeyd elədiyiniz məsələlər bilavasitə mənim tərəfdən belə dəyərləndirilə bilər. Bəy, burada bir məsələ də var ki, bu məqaləni yayımlayan, yəni Hakim Vətəndaş Müqaviləsi Partiyasını ittiham edən məhz Hraparak nəşridir ki, zaman-zaman biz anti-Paşinyan mövqeyindən Hraparak nəşrinin çıxış elədiyini görmüşük və bu məqalədə maraqlı bir detal da diqqət çəkir. O iddia eləyir ki, ümumiyyətlə bununla bağlı, yəni partiya daxili seçkidə olan narazılıqla bağlı informasiyalar çıxmayacaq gün üzünə, özləri bu barədə etiraflar etməyəcəklər, çünki biabırçı bir vəziyyət yarana bilər. Daha sonra deyərlər ki, partiya daxilində belə yola getmirlər, qalsın ki, ölkəni idarə eləyəcəklər. Bu baxımdan Hraparak nəşrinin iddiasına istinad eləsək, sizcə həqiqətən də bu xəbərlər partiya daxilindən kənara çıxacaqmı? Çıxsa nə baş verər? Əslində bugün təbii ki, Paşinyan çox maraqlıdır ki, o partiyadan çıxmasın. İndi nəşr Hraparakda yer alan məqalə də bu da ola bilər ki, müəyyən bilərəkdən gündəmə gətirilmiş, daha sonra gündəmə ötürülmüş bir məlumatdır ki, yenə də burada həmin partiya daxili olan monolitliyi bir növ sarsıtmaq, yəni görünən o şərti mən dediyim monolitliyi sarsıtmaq və ən azından bu görüntünü yaratmaqdır. Digər tərəfdən də burada başqa bir məsələ çox ciddi elektoratla bağlıdır. Çünki məsəl üçün Gümrüdə və digər şəhərlərdə bəzi hallarda bələdiyyələrə keçirilmiş seçkilərdə məhz müxalifətin hakimiyyətə gəlməsi həmin o hakim partiyadan narazı olan elektorat hesabına baş verdi. Yəni bir növ elektorata da bu mesajlar verilir ki, nəticə etibarilə burada bir növ qeyri-sabit bir vəziyyət var və monolit olmayan Vətəndaş Müqaviləsi Partiyası qarşıdan gələn parlament seçkilərində heç də elə güclü tərəf qismində çıxış eləmir. Yəni bu da bir növ çaşqınlıq yaratmaq məqsədi ilə ola biləcək prosesdir. Amma bu yenə də qeyd edilir. Bugün fevral ayının 24-dür. Bu başlanğıcdır. Üzümüzə gələn 1-2 ayda biz yeni bir siyasi gedişlərin və bəzi hallarda da siyasi insinuasiyaların şahidi olacaq ki, nəticə etibarilə potensial elektoratı, yəni Paşinyan səs verəcək potensial elektoratı parçalamaq niyyəti ilə atılacaq addımlar kimi dəyərləndirilə bilər. Təşəkkürümüzü bildiririk. Azər bəy, minnətdarıq fikirlərinizi ifadə elədiyinizə görə və əlbəttə